Herkese salam, kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz, sefa getirmişsiniz. Vlogun əvvəlində yeni gələn izləyicilərimə xoş gəlmişsiniz deyirəm. Əvvəldən izləyən izləyicilərimə də yenə bir daha təşəkkür edirəm ki, məni izləyirsiniz. Bu arada videonun əvvəlində deyim ki, sona doğru bəzən çox insan qalmır videoda. Öncədən deyim ki, videonun sona qədər izləsəniz və bəyənsəniz, bol yorum yazsanız mənə çox böyük dəstək olmuş olarsınız. Eyni zamanda səhifəm, kanalım qarşınıza yeni çıxıbsa mütləq abunə olun və abunə ol sözünün yanında zil butonu var. Onu basın ki, məndən gələn videolar, topluluqlar, canlılar daima sizin qarşınıza çıxsın inşallah. Gördüyünüz kimi günə Ömərin yeməyini hazırlamaqla başlayıram. Bəzən olur bir, bəzən olur 2 yumurta ona vururam. Günün gedişatını öncədən yəni təxmin eləyirəm. Əgər nəsə yeməyim tutam gecikəcəksə 2 yumurta vururam ki, uşaq biraz da çox tox qalsın. Və yaxud da yumurta balaca olanda 2 yumurta vururam, amma belə normalda 1 yumurta və Holland pendiri ilə çox sevir, pizza kimi olur və mən belə qarışdırıb tikə-tikə eləmirəm, pizza formasını alsın deyə. Belə gül kimi ortaya yığıram və həm pışını olur onda yumurta omleti, həm də pizzaya oxşuyur. Belə hazırlayım, aparım Öməri yedirdim və bugün onu deyim ki, izləyicilərimin məndən onlara sorğu qoymuşdum və çox gözəl şirniyyatlar önəriblər. Bugün onlardan birini hazırlayacağım. Amma ən şamplena, Aygün Kazımova demiş ki, ən şamplena şirniyyatı sona hazırlamışam inşallah. 2 vlog öncə sorğu yazmışdım ki, siz də bir ideya verin, hansı şirniyyat və ya hansı yeməklər şəkərbura paxlavadan başqa nə hazırlaya bilərəm ki, sizə maraqlı olsun və baxasınız ki, onu mənim əlimdən necə çıxdı və yaxud da bəzi həqiqətən elə yeməklər, elə şirniyyatlar var ki, onlar hələ mən heç hazırlamamışam özüm tək başına. Yəni olur da belə şeylər. Mənə də yəni maraqlıdır ki, onları mən necə hazırlayaram. Şəkərbura paxlavadan başqa nəyə görə deyirəm? Deyirəm çünki uşaqla mən onu tək başına yeyə bilmərəm. Ona görə onu inşallah ki, Novruzda birlikdə hazırlayarıq. İndi isə tez aparım yumurtanı yesin Ömər və gəlirəm birlikdə nə hazırlayacaq deyəcəm sizə. Qızlar, Öməri yedirtdim və gəldim. İlk öncə onu deyim ki, Fazilə bacım mənim daimi izləyicimdir və hər zaman mənə dəstək olan xanımdır. Həm Instagram hesabımda, həm YouTube. Bu arada Instagram hesabımda Ülviyə Mahmudova vlog yazsınız çıxacaq. Hardasa 1000 nəfərə yaxın orada takipçim var. Yeni səhifədir və izləsəz çox şad olaram. Mənə mozaik pasta dedi, hazırlaya bilərsən. Yəni peçenyadan bir pasta. Mən əslində belə bir pasta hazırlamışam bir dəfə öz kanalımda, amma başqa cür reseptlə. Bu tamam fərqlidir. Mən düşünürəm ki, bu daha belə yüngül və daha qəşəng alınacaq. İndi isə birgə hazırlamaya başlayaq. Əlbəttə ki, Ömər imkan versə. Ömər gəldi və burada mənə darıxdığını dedi və biz qucaqlaşdıq. Artıq maşallah olsun, maşallah qızlar, maşallah yazın yorumlara və baxanda da lütfən ümumiyyətlə körpələrə baxanda hər zaman maşallah deməyi unutmayın. Dilinizdən düşməsin inşallah. Bunları necə eləyəcəyik? Çox iri-iri, çox xırda eləməyəcəyik. Biraz iri-iri doğrayacaq. Düzdür. Ha belə. 1, 2. Elə? Biraz iri, hə? Yaxşı. Və burada gördüyünüz kimi mənə yola verir. Mən nə deyirəmsə yaxşı deyir və məni ötüşdürür. Qızlar, Ömər bilirəm ki, böyüyəndə bütün uşaqlar kimi kamerada görünmək istəməyəcək. Amma hələ həqiqətən də başa düşmür ki, onu bütün nə qədər xalalar izləyir və elə bilir ki, nəsə güzgüdür, kamerada bunu çəkir. Belə gəlir, kameranı görür. Keçid edir mənim videoma və mən bilirəm ki, siz artıq bəyənirsiniz Ömər olan videoları da. Ona görə də dəymirəm, silmirəm o hissələri, saxlayıram sizin üçün. Və yoldaşımdan xahiş edirəm ki, nə olar Öməri saxla, mən bu şirniyyatı sona qədər çatdıra bilim. Deməyə qızlar, bizə lazımdır, hardasa 300 qrama yaxın petibör bisküvi lazımdır. Ülkərin, amma hazırlayacaqsınızsa ülkərdən başqa heç bir peçenyadan istifadə etməyin. Sırf eti ülkərdən hazırlayın. Ülkərin biraz belə padelka olanlarda çıxıb. Ondan hazırlamayın. Bir dəfə mən ondan hazırlamışam. Nə biraz ucuzdur deyə, amma o effekti vermir və elə dadlı olmur. Demək, petibörləri mən bir dəfə hazırlamışdım. Rondodan keçmişdim. Çox xırda, amma bu dəfə xırda eləmədim. Əlimlə 3-4 hissəyə böldüm və belə daha yaxşı alınır. Bir kənarda isə bax görürsünüz 100 qram yağı əritmişəm. Biraz ilıq olmalıdır bu arada ki, yəni peçenlər belə yumşalsın deyə. Və üzərinə 1 stakan, 200 qramlıq stakanda süd. Ondan sonra 3 xorey qaşığı dolu kakao əlavə elədim.
və 100 qram, yəni bir su stakanı yarısı qədər xrustal stakan varsa ondan hesablayın. 100 qram şəkər tozu əlavə elədim və bunların ilıq olmasına diqqət edin. Həm sütün, həm bax yağın, yəni bir-birinin üstünə qarışdırıb az vamxotda biraz fırladıb söndürsəz və kakao ilə şəkər tozunu əlavə edib bunları qəşəng əriyənə qədər qarışdırsanız kifayət eləyəcək sizə. Yəni ilıq olmasa topaq-topaq qalacaq sonra peçenye. Belə bunları qəşəng qarışdırıram, harmanlayıram, bir-birinin içinə keçsinlər və bir kənarda mozaik pastanızın daha belə dolğun, daha ləzzətli olmasını istəyirsinizsə, yoxdursa etməyə də bilərsiniz, amma istəyirsinizsə ki, daha belə super bir mozaik pasta alınsın, o zaman heç olmasa bir 100 qram qədər bir 3 xörək qaşığı, 4 xörək qaşığı gözə yarın da özünüz baxacaqsınız da, zövqə görə də necə sevirsiniz. Məsələn, biz çox sevirik qozlu fındıqlı şirniyyatları. Əgər çox sevirsinizsə, yəni gözə yarın özünüz əlavə eləyin. Amma normalı məsələn 3 xörək qaşığı kifayət edir, hardasa 100 qram falan belə. Yarım stakan belə deyim. İndi özünüz baxarsınız. Qozu isə rondodan keçirtdim. Çox ləzzətli alındı həqiqətən də. Yəni görüntüsündən də görürsüz. Və burada da sizə göstərirəm ki, əgər evdə streciniz yoxdursa, strec varsa streclə belə qabı doldurun. Amma sizə deyim ki, streci də bu qaba necə deyim, yerləşdirmək çox çətindir, adamı çox yorur. Ən gözəli elə pinqvin klokdur. Təmiz bir pinqvin klok götürürsüz, paçkadan tərtəmiz gördünüz. Mən də elə elədim, açdım və onu bir tərəfdən açdım qayçı vasitəsilə. Baba belə bir qaba və yaxud belə bir qabınız yoxdursa belə pinqvinə elə kalbasa formasında bunu doldurub rulo halına gətirib, kənarlarını büküb buzluğa qoya bilərsiniz və çox da yaxşı olur. Yəni öncələr mən hazırlayanda belə bir kalıbım olmayanda, belə bir qabım olmayanda mən elə də hazırlamışam. Sanki sosis və yaxud da kalbasa, belə böyük kalbasa formasında bükürsüz və buzluqda 2 saat qalmalıdır. Oğlum, şokoladdır, çokolad. Çokolad. Dondurmadır değil mi? Səndən də sözlər çıxır Ömər. Bu mənə də dondurmadı. Bu mənə də dondurmadı. Sənin dondurmandır. Hə. İşte Çako. Mama ne kadar şaşırıyor. bu Ömər. Çako. Ömer'in de maması. Ömər, dinlə anamı izləyin. Bak çako. Yox, dinlə kanalımızı izləyin. Kamasın. Kaması istiyor. Abunə olun, Abone olun. bəyənin, Beğenin. bol yorum yazın. Boyasın. Ay sağ ol. İndi bu qalacaq soyuducuda Ömər. Hı? Qəşəng. Şey. Bak. Dinən Fazilə xala, Fesikala. sənin Seni dediyini dinleyin. etdi anam. Bak. Bax, gül də var, bax. Xalaya versən güldən. Bütün xalalara öpücük yolla. Yox, öp xalaları, mən öpürəm xalalar. Yası. Yaxşı, yaxşı. Yası. Yaxşı, yəni öpürsən. Yası. Все, xalalar, yaxşı. Eşitdiniz? Hə qızlar, bunu soyuducuya qoyacağım 2 saat. Sonra göstərəcəm sizə nəticəni. Bu da Fazilə bacımın dediyi mozaik pasta demişdim. Onu da elədim. Gəzləzlərim dediyində pişirəcəm inşallah. Öp. Xalanı öp. Asıl. Aferin. Kömək də elədi. Все, bağla, yaxşı bağla. Aha, все. Çox sağ ol. Ged ataya da mən də buralar. Все. Sağ ol. Buraları yığışdıraq. Nə verim? Git bunu atan qorxud belə bax. Git atan, əlbəttə tax ora. Git qorxud atanı. Git ata. Gözünü yum. Atası gözünü yum. Kaç. Qorxudacaq səni.
bizim evin halları gərək adda yazardım. Həqiqətən də yoldaşım evdə olanda Ömər babelədir. Çox səsli küylü olur. Oynamaq istəyir. Yəni normal olaraq uşaq da oynamaq istəyir. Belə qızlar hazırladım. İndi mətbəximi yavaş-yavaş yığışdırım. Onu deyim ki, izləyicilərimdən biri Qarabağ kətəsi istəmişdi. Bir də San Sebastian və ikisini də hazırlayacağım. Sadəcə onların produktlarını bir dənə təşkil eləyim. Orada qaymaq falan alınmalıdır. Ona görə onu istəmirəm yoldaşım tək alsın. Desəm alacaq, amma mən narahat qalacağam. Görəm mən istədiyimdən alıb. Ona görə istəyirəm ki, onun alış-verişini ayrıca eləyim. İnşallah ki, onu da çəkəcəm sizin üçün. Və bir dənə də bacımız var. Qənnatçıdır, yəni professional qənnatçıdır. Onunla danışıram. Hal-hazırda San Sebastian'ın püf nöqtələrini öyrənəcəm ondan ki, sizə də bilgi verim. Çünki xanımlar var, hazırlayırlar, alınmır. Hətta mənim rəfiqəm var, deyir ki, məndə ümumiyyətlə alınmır San Sebastian, hazırlayıram və qalxmır. Bu ya kalıbın düzgün seçilməməyindən və yaxud da ki, düzgün ateşdə qoymamaqdan və yaxud da ki, hansısa ərzağı necəsə düzgün istifadə etmir, ondandır. Ona görə o qənnatçı bacımızdan tamamən bütün bilgiləri alım və San Sebastian mütləq gələcək. Çünki mənim özümə də maraqlıdır. Mən onu həmişə baha-baha alıram, restoranlarda yeyirəm, amma yəni bir kusokuna düşünün 9-10 manat pul veririk, amma evdə nə boyda hazırlamaq olar. O bacımıza da, o izləyicimə də təşəkkür edirəm ideyaya görə. Belə nəzəriniz kanalımda olsun. İnşallah ki, möhtəşəm reseptlər olacaq və Qarabağ kətəsi əlbəttə ən sevdiyim. Ancaq onun biraz soçlu olanı da var, amma mən onun yumuşaq olanı çox sevirəm. Ona görə də yumuşaq xəmirdə olanından hazırlayacağım inşallah ki. İnşallah ki, hazırladıqlarımı bəyənərsiniz və sizə də faydalı olar. Heç hazırlamayan xanımlara da ən incə nöqtəsinə qədər izah eləyəcəm ki, faydalı olsun inşallah. Mən buraları yığışdırım. 2 saat sonra son halını mozaik pastanı sizə göstərəcəm. A few moments later. Videoda göstərdiyim kimi 1 dəqiqədə keçməsə, düz 2 saatdır keçib. Yəni 1 dəqiqə sonra deyil, düz 2 saatdır ki, mən gözləyirəm mozaik pastanın son halını və çıxartdım. Məncə gözəldir nəticə. İlk dəfədir yenə də deyirəm, bu reseptlə edirəm. Rondodan keçirməyi məsləhət görmürəm sizə peçeni. Peçeni əldə doğrayın. Həqiqətən də möhtəşəm olur. İndi görəcəksiniz, doğrayacağım və üzərinə mən həmən o doğrayıcıda doğradığım qozdan da əlavə etdim ki, görüntü gözəl olsun və çox gözəl oldu. Həqiqətən axşamdan ağzımızda da gəldi, bir fərqlilik oldu. Buradan Fazillə bacı bir daha salam deyirəm, təşəkkür edirəm mənə yorum yazıb ideya verdiyinə görə minnətdaram və görüntü də baxın budur. Yəni düşünməyin ki, qurudu, yəni peçenlər diridir falan, xeyr. O süddür, o yağın ilıqlığı hamısını əridib və çox gözəl bir görüntü, həm estetik bir görüntü var, həm də ləzzətli. Belə, ümid edirəm, bəyəndiniz bu vlogumu da, çaylarım da hazırdır. Gedim mən nuş edim yoldaşımla. Siz də bura qədər izlədinizsə, bəyənməyi və bol yorum yazmağı unutmayın. Sağ olun, salamat qalın. Allah izin versin, görüşərik.